Uğurlar. Salam hər kəsə, mən Firuzə Əliyeva. İlk öncə belə özümü tanıtmazdan öncə sizi tanımaq istəyirəm, sonra özümü göstərmək istəyirəm. Aranızda necə bir developerdir, developer olmaq istəyir? Dizayner olan və yaxud da olmaq istəyən? Yəni, auditoriyanın demək olar ki, çox bəs digərləri nə olmaq istəyir? Əlini qaldırmayanlar. Fikirləri olanlar, yoxsa hələ bilmirsiniz nə olmaq istəyirsiniz? Yaxşı, mən bu təqdimatı etdikdən sonra baxacaq görək kim nə olmaq istəyir. Bəlkə burada bir şeylər tapa bilərsiniz özünüz üçün. İlk öncə özümü tanıdım. Mən Firuzə Əliyeva. Paşa Bankda hal-hazırda UX/UI mütəxəssisi olaraq fəaliyyət göstərirəm. Bundan əlavə olaraq əslində ilk fəaliyyətimi mən Almaniyada başlamışam və artıq bir ildir ki, mən əslində Bakıya geri qayıdıb burada fəaliyyət göstərirəm. Əslində bu sahə mənim üçün özəlliklə anlam kəsb edən, mənim özümlə tam bütünləşməyimi hiss etdiyimdir. Niyə? Çünki deyərdim ki, bu insan psixologiyasını həm anlamaq, həm biznesi anlamaq, həm də hər kəslə kommunikasiya edib birlikdə düzgün məhsulu insanlara ötürə bilməkdir. UX/UI dizaynerlər əslində mənim fikrimcə insanların həyatını daha da asanlaşdırmaq yönümlü fəaliyyət göstərirlər. Adı da əslində bundan gəlir, istifadəçi təcrübəsi, user experience. Paşa Bankda hal-hazırda fəaliyyət göstərirəm. Ondan əlavə olaraq əslində bir çox international kompaniyalarda, Amerika, Kanada, Avropa, Asiya-based startuplarda da fəaliyyət göstərirəm. Hal-hazırda mənim özümün də startupım var, Mudrayam. Özüm üçün də məlumat maraqlandırmaq istəyirsinizsə, LinkedIn olaraq QR kod qoydum, skan edib daha ətraflı baxa bilərsiniz. Keçdik əsas mövzuya. Bugün artıq danışacağım sizinlə. UX ümumiyyətlə nədir? Nə gərək var ümumiyyətlə UX-ə? UX-in bizneslə əlaqəsi, developerləri niyə dizaynerlər işləməlidir? Ümumiyyətlə mentalitet. Aha, deyəcəksiniz, nə əlaqə? Bunu da sonraki sayılarda göstərəcəm. UX-UI arasındakı fərq, yaxşı dizayn arasında sual-cavab olacaq. İlkin olaraq gəlin keçdəliyək, UX ümumiyyətlə nədir sualına. Mən əslində hərəkət edərək daha rahatdır çalışdırım, daha yüksək səsini danışım bu mikrofona. Rahat olmuram. UX nədir sözünün cavabını desək, web saytlar və mobil tətbiqlərdə istifadəçilərin daha da məhsulun istifadəyə yararlı hala gətirilməsi üçün yaranmış bir termindir. Əslində bunun yaradışı da normaldır ki, bunu növbəti slaytlarda göstərəcəm ki, bu necə əsası qorulub, user experience ümumiyyətlə nədir, niyə ehtiyac duyuldu ki, bu yaradıldı. Və burada da qeyd edilən əslində hədəf auditoriyanın ehtiyaclarını müəyyən edirik, davranışlarını anlaymağa çalışırıq, həmin bilikləri məhsulun dizaynına yönləndirmək üçün istifadə etməyi əhatə edir. Həm quruluşunu təyin edirik, həm naviqasiyasına, həm ümumi estetik olaraq aspektdən baxırıq, performansına baxırıq və əlçatanlığına baxırıq ki, burada hər insanlar qruplarını da anlamaya çalışmalıyıq, həm mədəniyyəti anlamaya çalışmalıyıq. Çünki sizin etdiyiniz dizayn hər hansı bir tətbiq və web-sayt Azərbaycan üçün keçərli olsa da Amerika üçün keçərli olmaya bilər və yaxud da Avropa üçün, Asiya üçün keçərli olmaya bilər. Bunların arasındakı fərqi anlamağa əslində bir növ kömək edir. Və user experience kömək edir ki, intuitiv, səmərəli və istifadəyə xoş məhsullar yaradasınız. Ekranda görürsünüz video tape. Ən azı xatırlayırsınız, bəlkə də uşaq olarkən ailədə işlətmişsiniz, bilmirəm. 80-ci, 90-cı illərdə daha çox çıxmış yeni bir oldu. Necə? Deyil. Amma deyim ki, ümumiyyətlə texnologiyanın daha çox pik nöqtəyə artıq da istifadəyə yararlı olma ehtiyacını nə zaman hiss etdik ki, 1980-90-cı illərdə artıq texnologiyanın artmağa başlaması nəticəsinə ehtiyac duyuldu. Çünki bunun dilini quran bir mühəndisdir. Mühəndisin dilini isə siz başa düşmürsünüz. Yəni, məsəl üçün orada record və play qırmızı nöqtədə olan bir batının əslində orada əgər bir model olaraq təqdimatı olmasaydı, siz bunun nə olduğunu əslində bilə bilməzdiniz. Bəlkə də səhv başqa düymələrə basıb xarab etmiş ola bilərsiniz və yaxud da deyəcəksiniz ki, okey, mən bunu yeni aldım, amma istifadəyə yararlı olmadı, istifadə etməyəcəksiniz və qorxacaqsınız. İnsanların psixologiyası isə elə yaradılışımız elədir ki, asan, rahat və komfort zonumuza düşkün olduğumuz üçün elə bir istifadəyə yararlı bir məhsula ehtiyacımız olur ki, biz
biz onu daim davam etdirək. Baxmayaraq ki, hər zaman deyirik ki, biz yeniliklərə açıq, intuitivik, gözəl şeylər istəyirik, xoş şeylər istəyirik, amma axırda qayıtdığımız yer yenə komfort zonamız olur, hansı ki, alışdığımız, istifadə etdiyimiz, vərdiş kimi həyatımıza tətbiq etdiyimiz alışqanlıqlar deyək. Bu əslində bir real nümunə idi ki, hansı ki 1980-ci illərdə yaranmış bir video teyp idi ki, istifadə yararsız idi və onların fikrincə istifadə düzgün edə bilmir. Amma UX olan anlayış gətirdi ki, əgər istifadəçi başa düşmürsə, bu məhsul yararsızdır. Yəni, ümumiyyətlə, bazarda davam edə bilməz. Və yaxud da ki, bu klasik mənim Norman Dors deyirik buna. Normanın ilk olaraq əslində bir növ dayanıb da fikirləşdiyi user experience-in nə demək olduğunu əslində düşündüyümünə görə başlanğıcı bu qapılarla başlayıb. Qapıların üstünə hər zaman gəlirik, hər yer gedirik, mollarda, ofislərdə, push yazır, dartıb, itələyin. Amma hər zaman da çaşırıq. Bilmirik ki, hansı istiqamətdən mən özüm hələ də çaşıram. Ki, bəzən hətta öyle olur ki, şüşəyə deyib bunlarda əzəmlər də olur. Yəni ki, bəlkə başınıza gələn olur belə bir hadisələr. Norman Dorson niyə deyilir? Çünki bu əslində belə bir ilk addımı intuitivə götürərək bu araşdırmanı eləyir və araşdırma nəticəsində müxtəlif təkliflərini irəliləyərək yeni qapılar əslində irəli sürülmüşdür. Hal-hazırda məsəl üçün mollardakı şüşəli qapıların hərəkətinə fikir versəz, bunun əslində evolution deyək olaraq əslində təkmilləşərək bir məhsulun necə istifadəçi yönümlü edə bilərik kimi yorumlanmaq və yaxud da ki, belə elektron olaraq siz ayaq basmasından öncə avtomatik olaraq bu açılmalıdır. Bu elə məhsulun dizaynından bəhs edən bir şeydir. Əslində bir mühəndis düşünməz, developer heç düşünməz. Amma biz düşünməliyik, çünki bizim işimiz budur, user experience olaraq hər şeyi dəyərləndirməliyik və bu real example-dır. 1980-90-cı illərdən əsas başlayaq. Don Norman'ın özü budur, yaradıcısı da mənə görə atası UX-ində bu sayılır. Onun dediyi fikir nədir? Don Norman əslində 90-cı illərdən Apple-da işləməyə başlayır və Apple əslində bilirsinizsə ilk deyərdim ki, Macintoshdan sonra, yəni ilk olaraq mənim fikrimcə user experience yönümlü bir məhsul ortaya çıxardı. Iconlar istifadə edir. Məsələn, burger menü deyirik, üçlü xəttlər, iconlar. Əslində bunun bir növü insanlara adaptə olunması, tekstlər uzun olmaqdan yerinə onlara daha başa düşəcək intuitiv iconlar şəklində gətirib çıxarılması kimi əslində Apple-dan başladığını düşünürəm və burada onu təsdiq edir. 1993-cü ildə Don Norman Apple-da başlayaraq User Experience Architect adında vəzifədə rol alır. Əslində bu vəzifə əvvəl belə bir ad mövcud deyildi və yox idi. Amma bunun əsasını Don Norman qoyur və onun dediyi də fikir mənə görə düzdür. Əgər insanlar qarışdırırsa, günah istifadəçisi deyil, dizayndadır. Yəni, avtomatik olaraq əslində hal-hazırda indi bir dönəmdə hətta korporativ mühitdə belə əgər bir şey səhv olursa, ilk işdə dizayn üstünə gəlirlər ki, deməli, sən düzgün dizayn görməmişsən. User experience istifadəçinin bir məhsula qarşılıqlı əlaqədə yaşadığı bir təcrübədir. Yəni, toxunduğun hər şey əslində UX dizayndır, yəni user experience-dir. Bu mikrofon oldu və yaxud da bayaqlarda test etməyə çalışdığımız mikrofon. Bayaqda onun təlimat kitabçasına baxırıq, amma bir türlü onu çözə bilmirik. Çözə bilmədik. Demək ki, bu dizaynı və yaxud da təlimatı düzgün tətbiq olunmuyor ki, istifadəçi onu düzgün başa düşməlidir. Və biz əslində baxmalıyıq ki, bir dizayner olaraq mən indi bunun pain point deyirik, yəni ağır bir problem olduğunu gördüyümü anladım. Mən bunu necə həll edə bilərəm? Biz bunu fokuslanıb həll etməliyik. Yaxşı, UX və biznes nə əlaqə? Bizim biznesin təsirimiz ümumiyyətlə necədir, nədir desək. Klasik rəqabət bazarda hal-hazırda necədir Azərbaycan? Trend olan nədir? Çin bazarına girmişik, klasik bazar deyir ki, Çinə girdik, bazara gedirəm, BYD, Canqar maşınlara gətirib, klasik bazar hal-hazırda trend olan budur. Hər kəs deyir ki, mən gedim, oradan məhsul gətirim, satım, Instagramda səhifə açım, reklama qoyum və yavaş-yavaş bola-bola pul qazanaram. Amma əslində bu klasik bir rəqabətdir. Amma bazarda hal-hazırda klasik rəqabətin içində olan sizin kimi milyonlarla başqa bir onlarla insanlar var və siz bunun arasında necə fərqlənməlisiniz? Sizi fərqləndirən, bazarda rəqabətinizi üstünlük verən UX-dir. UX biznesin təsiri nədir desək? 1. Əslində yazmışam satışların və gəlirin artması. Biz əslində buna çox təsir edirik. Statistik olaraq biznesdə bunun artmasına çox
kömək etdiyimizi növbəti slaytlarda göstərəcəm. Müştəri məmnuniyyəti və təkrar istifadəsinə səbəb oluruq. Yaxşı yaradılmış UX və interfeysin estetiyi, görünüşü, xoş təəssürat yaradılmış UX müştərinin dəfələrlə ora gəlməsinə səbəb olur. Həm bu brendin özünün reputasiyasına təsir edir, güvən yaradır və rəqabətdə üstünlük də yaradır, deyə bilərəm. Xərclərinizi azaltmada kömək edir eyni zamanda deyərəm. Bəlkə də developerlər deyəcək ki, bu çox işdir, hal-hazırda bunu etmək çətindir, amma UX yönümlü fokuslansaq, hal-hazırda yükü ağır olsa belə bir sonraki mərhələdə həm biznesdə xərclər azalda bilər, həm də sizin işinizi sonradan asanlaşdıracaq bəlkə də. Qurulan məntiqə əsasən. Yaxşı UX daha çox satış, az xərc və daha güclü brend deməkdir. Bilmirəm, bu nümunədə bilirsiniz yoxsa yox, Amazonun özü 2007-ci ildə. Normalda bilirsiniz ki, bütün alış-satış, e-commerce platformlarda, e-ticarətdə alışları, satışları edərkən aslında uzun addımları keçirdiniz. Məhsul seçirsiniz, əlavə edirsiniz, hansı adres çatdırılmalıdır, o məlumatları əlavə eləməlisiniz, sonra düşünürsünüz ki, bu ödənişini eləməliyəm, bu ödəniş məlumatlarını əlavə edirsiniz. Və bu əslində əvvəlki illərlə müqayisədə daha çətin bir idi. Çünki hər dəfə bu eyni prosesi siz təkrarlamaq zorundaydınız, məcbur idiniz. Amma Amazon neydi? One click əslində UX olaraq tətbiq edərək artıq auto bu dataların məlumat save olunduğu üçün sən one click basaraq, just one click məhsulu hər an dərhal sifariş etmiş olursan və sənin adresi çatdırılır. Bu qədər asan. Və bunun əslində bizim təsiri nə oldu? Demək olar ki, illik gəlirdən əlavə 2.4 milyard dollar gəlir gətirməyə səbəb oldu. Bu sadəcə özəlliyi gətirərək. Və əlbəttə ki, 15 ay içərisində saytın özünün əslində retention artdı, 7% artdı, ortalama hesabla səhifə baxışı 9.3 artdı və hər ziyarətdə vaxt 7.8% artdı. Yəni, sən bir alışı bir kliklə etdiyin üçün müştəri artıq istədikcə sənin platformanda daha çox qalmaq istəyəcək və daha çox sifariş vermək istəyəcək ki, biz də təbii ki, daha çox seçim görəndə o seçimlər arasında lost oluruq əslində. Bu da bir başqa bir psixoloji davranışdır. Amma sən onu asanlaşdırdığın üçün deyəcək ki, okey, mən daha çox da başqa ehtiyaclarımı ala bilərəm əslində buradan. Başqa bir digər nümunə Spotify. Hal-hazırda bilmirəm, bilirsiniz yoxsa yox, Vibe Design deyilən bir trending var. Vibe Design nədir? Əslində mood olduğunu, moda base, yəni keyfimiz necə istəyirsə, ona uyğun bizə, algoritm bizə istədiyimiz məhsulu, istədiyimiz təklifi çıxarmalıdır. Spotify-ın özəlliyi ən çox xoşuma gələnlərdən biri, yəni buna keçməzdən öncə podcast əslində gətirməsi olmuşdur ki, bu da COVID dönəmdə məncə çox effektiv oldu və artırımda yaşadı. Bundan əlavə olaraq Spotify hal-hazırda mənim belə ən çox dinlədiyim, moduma görə öz playlistimi eşitməyim. Açıram və hər moduma görə bir playlistim var və hətta Spotify özü mənə təkliflərini sunur. Hansı artistləri dinləyirəm, ən çox dinlədiyim hansıdır və yaxud da mix musiqi playlisti rekomendasiyaları mənə yaradır. Bu da əslində onun bir özəlliyidir ki, göstərir ki, müştəriyə daha əl çatan, istənilən bir məlumatı, məhsulu rahatlıqla necə ötürə bilərəm və daha sevilir olur. Rəqabət üstünlüyü, halbuki Apple Music də var. Amma mən hələ də Spotify işlədirəm, iPhone işlətməyəmə rəğmən. Və digər bunun kimi başqa brendlər də var. Bu əslində bəlkə də bir çoxsun telefonunuzda var. Netflix-dir, Google-dur, Airbnb-dir, Uber-dir, Slack-dir, bu kimi digər tətbiqlər. Hamısının əslində fərqləndirən, hal-hazırda sizin telefonunuzda olmasının səbəbi user experience-nin yaxşı olmasıdır, eyni zamanda UI-nın, interfeysin sizə xoş gəldiyidir. Keçək digər mövzuya. Developer özü kod yığır da, sayt, app qurar da, nə gərək var UX dizaynına? Əslində indiyənə qədər desək, 2000-ci illərə qədər çox da gərək duyulmuyub UX UI-ya. Son vaxtların daha çox trendidir UX UI dizaynı olmaq. Amma başa düşmək lazımdır ki, siz intuitiv olaraq bir dizayn tətbiq etməlisiniz ki, bu developera getsin. Hər kəs sizin istədiyiniz dizaynı qura bilər. Hətta developer belə açacaq Figma-nı, quracaq, verəcək sizə ki, buyur. Get bunu koda keçirə bilərsən. Amma nə qədər intuitiv və səmərəlidir və biznes yönümlü oldu. Bunu əslində developer məncə heç də aydınlaşdırıb da, müəyyən edib də, vaxt edib, araşdıra bilməyəcək. Bunu elə UX bacarır əslində. Əgər tutaq ki, məsələn, adi button düyməni kliklənmək versən deyək də, buttonın yerləşməyi fərqli yerdə olsa, hər istifadəçinin alışdığı vərdişdən kənarda bir yerdə yerləşdirilsə, artıq o tətbiq insanların istifadə üçün əsəbi olmayacaq. Deyəcək, harada deyil, mən bunu
davam etdirə bilmirəm, proses getmir. Çünki sən bunu düzgün yerləşdirə bilmədin və intuitiv bir dizayn olmadı, səmərəli olmadı, sənin tətbiqin avtomatik silində istifadə olunmayacaq, bir də bura gəlməyəcək. Yaxşı, bəs fərqli baxış açıları necə birləşdirir bizi? İnsan davranışı və təcrübəni biz düşündüksə, siz də texniki reallığı və performansı düşünürsünüz. Öz real təcrübəmdən danışıram, Paşa Bankın özündə işləyik. Məsəl üçün, mən deyirəm ki, əla olar ki, biz yeni bir funksiyanı gətirək, bu həm bizim işimizi rahatlaşdıracaq, həm məsəl üçün interfeysi daha da gözəl göstərəcək. Yeni hər zaman mən belə animativ şeylər də gətirərəm, interaktiv şeylər də gətirərəm. Developer qayda deyir ki, bu indi alınmır da. Ay sağ ol, bu indi alınmır. Çünki bunun logiki, məntiqi belə qurulmuyor. Biz bu dizaynı əslində dəfələrlə review'dan keçiririk öz komandamızda, UX UI-da. Mən sizə real təcrübədən danışıram. Ümumiyyətlə, real təcrübə deyildi, dizayn review deyirik, bunun baxışı. Komandanın baxışından əlavə, siz product ownerlərlə, hansı ki, məhsul sahibləri, bu sizə biznesin tərəfdən gələn istəkləri bildirən product məhsul sahibi deyirik, o və eyni zamanda da mən product məhsulunu dizayn etsəm belə, developerdə bizim developerlərimiz, backendlər, frontendlər, mən bu iki tərəf arasında körpüyüm. UX UI əslində bu iki tərəf arasında körpüdür. Mən biznesi də yəni işləyirəm, developer tərəfindən nə mümkündür, nə edə biləriksə, mən də onu işləyirəm. Ona uyğun əslində intuitiv və yenə də səmərəli bir dizayn qurmalıyam. Əgər mən bunu təmin edə bilmirəmsə, iki tərəfdə də boşluq ya da bir tərəfdə boşluq yaranırsa və bu həm komandada konflikt yaradacaq, kommunikasiya düzgün getməyəcək və çox əslində bir sonluğa vara bilməyən bir loop yaranacaq. Bu nümunə bilməm yadınızdadırmı? Windows 8 ilk interfeysini belə çıxardanda burada nə görürsünüz? Yadınızdadırmı ümumiyyətlə? Nə başa düşürsünüz bu interfeysdən? Qarışıq, xaos, başqa nə? Ən çox bir pik nöqtə, Redditdə, artikeldə hər yerdə yazırdılar. Aha, amma ən əsas məqam. Bir dənə orada əsas məqam var. Mən bunu açdım. Necə yandırım, necə başladı? Start düyməsi yoxdur. Start düyməsi sadəcə yoxdur. Windows 8 çıxanda start yazıb, amma tekstdir. Basılmır. Bütün hər yerdə bu artıq viral olandan sonra Windows 10 çıxartdı, tez bu səhvini düzəltdi. Çünki burada UX yox idi. Developer bəlkə də səhv edir, kimin səhv edir, blaming eləmirəm. Amma burada UX-in nəzərə alınmadığı bariz nümunədir. Windows 10 çıxdıqdan sonra əslində start düyməsi nəzərə alınaraq gətirildi. Start ikonu, bilirsiniz ki, pultun üzərindəki olan ikonun eyniləsin. Bu da intuitiv dizayndır. İnsanın qavrayışını algıladığı pultda turn on, turn off eyni zamanda visual olaraq kompüterdə gətirilib. Dil birliyi. Developerlərlə dizaynerlər necə işləyir, necə align olmalıyıq? Əslində deyiləndə bizim dil birliyi, unikliyi də yaratmağa bacarmalıyıq. Biz dizayn yaradarkən nə edirik? Prototipli edirik, dizaynı qururuq, prototiplərik, hazırdır. Amma bu prototip ilkin olaraq developer getməzdən öncə hazır olan versiyadır ki, biz getməliyik, bunu istifadəçilərinə test etməliyik. Yəni, sənin auditoriya kütlən kimdirsə, onlara xitab olunmalıdır. Onlarla dəfələrlə testin nəticəsində reviewlarını, feedbacklər alır, rəyləri aldıqdan sonra hər dəfə düzəldirməlidir. Həm biznesə də review olunmalıdır, həm developerlə review olunmalıdır, həm gedmişlərlə review olunmalıdır. Və bu test tamamlandıqdan sonra koda ötürülməlidir. Əgər bu aslında tamamlandısa, sizin işiniz daha da asanlaşır. Siz artıq developerlər dəfələrlə işləmiş olmayacaqsınız. Bir dəfə sizə gəlmiş dizayn verilir və təsdiqlənmiş versiyada. Əgər sizə dəfələrlə fərqli dizayn gəlirsə, burada bunu dəyişmək lazım, bunu burada dəyişmək lazımdır, sizə qurduğunuz logik də pozulur. Və özünüzdə biləcəksiniz ki, nə oldu və sənin verdiyin dizayn deməli düzgün deyilmiş. Digər məsələ, elə bayaqda dediyim məsələ, design review və eyni zamanda development review. Dəfələrlə bu təkrarlanmalıdır ki, sizin axırda istədiyiniz bir məhsul ortaya çıxara biləsiniz, həm biznes yönümlüdür. Və developer və dizaynerlər biznesə xidmət edir əslində. Yəni, bir növ onların ehtiyaclarını bir şəkildə kommunikasiya edib, bir ortaq yolunu tapmalıyıq. Başqa nə edəyək ki, bizim vahid dilimiz olsun, dil birliyimiz olsun, vahid vizual yaratmağa çalışırıq. Yəni, bizim Figma-nı işlətdiyimiz dizayn sistem qururuq. Dizayn sistemi açıq developerlər bəlkə bilir. Aynen.
materialdır, iOS-un özünün sistemidir və bunun kimi bir çox digər sistemlər, dizaynlar qurulur. Biz tərəf dizayn sistemi qurur, onları style verir, style guide hazırlayır, tokenləşdirir və elə tokeni qurmaya çalışır ki, developer ötürəcəyi, quracağı sistemdən eyni olsun. Ki siz onu koda vurduğunuzda orada heç bir qarışıqlıq olmasın. Background'un rəngi, məsələn, bunun interfeysin background'un rəngi nədirsə, sizin koddakı, bizim vizualda necə kodlamışıqsa, token vermiş olsa, sizin koda vurduğunuz frontend tərəfdəki də kod CSS-də eyni olmalıdır. Hal-hazırda əslində başa bankda bizim tətbiq etdiyimiz sistemdə budur. Yəni, bizim qurduğumuz dizayn sistemi yeni hər şeyi tokenləri elə qurmuşuq ki, developerlərin quracağı sistemin eyni olmalıdır. Bir səhv bütün sistemi dizayn poza biləcək, görünüşü poza biləcək səhv. Ona görə sistematik şəkildə arxitektura qurulur. Və bunlar əslində sizin işinizi də asanlaşdırır və interaktiv bir dil tapmış olur. Yaxşı, UX və insan psixologiyasına da biraz giriş edib deyirəm. Az çox, bəlkə sizin özünüzün real example-ın nümunəsi olar. Biraz vaxtlayacaq fikirləşib ki, öz həyatınızdan da verəsiniz. Mən ilk olaraq belə giriş edeyim prinsiplərdən. UX prinsiplərindən biri də ən sadəsi odur ki, insan sadə, aydın və gözlənilən şeyləri sevir. Yəni, beyin çox şey qarşısında qalanda yorulur. Paradox of choice deyil. Ona görə UX dizayn qərar verməyi asanlaşdırmalıdır. Biz asanlaşdırmamızsa, onda biz orada işə yaramazıq. Higg qanunu deyilən bir qanun var ki, bu qanun 1952-ci ildə iki fərqli ssenarinin əlaqələndirilməsi nəticəsində yaranır. Yəni, deyil ki, nəticədə seçimlərin sayı artdıqda, seçim üçün qərar vermə müddəti də artmış olur. Yəni, normalda deyirsən ki, əslində olan, düşünsək, seçim sayı çoxdursa, navrot daha yaxlıqda, gedəcək, daha çox seçim edəcək. Əslində yox. Əslində yox, bu tərs bir mənasibdir. Yəni, sənin seçimin bir interfeysdə, telefonda daha çox olduğu təqdirdə sən bunun qarşısında itmiş olacaqsın. Məsələn, bariz nümunə bayaq göstərdiyim Windows 8. Çox var, çox seçim var, rənglidir, qarışıqdır, hər şey birdən göstərməyə çalışırsınız ki, bu da var, o da var, hamısı birdən, seçdən hansını istəyirsən. Amma insan beyni bunu seçə bilmir. İnsan beyninin seçə bilməsi üçün seçimlərin kateqoriyası olması lazımdır. Bu da Geschäft qanunu prinsipinə əsaslanır ki, əslində prinsiplərin çoxsu insan psixologiyası analizi yer edəsidir. Geschäft da deyir ki, məsəl üçün, qurulan hər bir dizayn kategorizing olmalıdır. Yəni, qruplaşdırılma olmalıdır. Məsələn, adi e-commerce saytına götürün, trendi oldu, tema oldu. Girdiniz qadınlar və kişi section ayrılıb, uşaq menüsü ayrılıb və bunların ayrılarkən də onlar özü artıq kateqorize olunan digər məhsullarda kateqorize olmuş ki, bu sizə əlbəttə çünki insan beyni qruplaşdırmayı sevir. Hər 5-dən 7-dən yuxarı, 2 aşağı, 2 yuxarı çox məlumat qəbul edə bilmir. Yəni, ortalama belədir. Daha çox olanda overwhelm hiss edib, psixolojik olaraq daha yaxşı istənəndik. Bu, əslində test olmuş bir behavior, davranışdır. Digər bir qanun da var ki, fixed law deyirik. Bu da deyir ki, bir dəfə çatmaq üçün lazım olan vaxtın, məsafə və hədəfin böyüklüklə olan əlaqəsi izah edən bir formuldur. Yəni, düymə nə qədər böyük və yaxud da yaxın olsa, klikləmək bir o qədər rahat olacaq. Yəni, məsəl üçün, Amazonun elə one click məsələsi. Telefona gəldikdə, digər məlumatları əlavə eləsək, sadəcə bir klik ələ çatacaq şəkildə. Məsələn, telefonun accessibility deyirik, indi mövzulardan ən qlobal. Özəlliklə Amerika bazarında accessibility o qədər önəmlidir ki, bunun üçün qanun yazılır. Sən o qanunu poza bilməzsin, hətta o qanunu uymalı bilməlisən. Telefona gəldin, düymə barmağa çata biləcəyi məsafədə olmalıdır. Yəni, bu barmaq burada hərəkət edə bilmirsə, yuxarı mən çıxıb belə bir hərəkət edirəmsə, əsas düymə, hansı ki, mənim fokusum, mənim müştəri bir məhsulu aldırmaya çalışmağımdır. Əgər o məhsulu aldırmaq üçün mən o düyməni yuxarı qaldırıramsa, başqa hərəkətə səbəb oluramsa, bu istifadəçi yönümlü deyil deməkdir. Sən yenə accessibility qanunu pozulur və müştəri buna əl çatanlıq səmərəlik olmuş. Keçək digər əsas məsələlərdən biri mentalitet. Ümumi mentalitet deyilənə nəyi deyə bilərik, nədir bu əsas olaraq? Ümumi qavrayış, yəni hər insanların həm bir kollektiv bilinç deyirik, bir də individual bilinçlər məsələləri var. Kollektiv bilinç dünyaca algılanmış vərdişlər, hərəkətlərdir ki, istir Amerika olsun, istir Azərbaycan olsun, bu mental olaraq, dəyər olaraq hər kəsdə bir oturuşmuş bir vəziyyətdir. Və bundan əlavə olaraq bir də mədəni olaraq cultural
mentalitet dəyərlərimiz də var ki, bu məsələ üçün atıram. Bizim soldan sağa oxuyan bir auditoriya olduğumuz üçün sən bunun eynisini ərəb ölkələrində, Middle East ölkələrində tətbiq edə bilməzsən. Çünki onlar sağdan sola oxuyur və onlarda batını iyiləşdirməsi fərqlidir, onlarda yazıların, keçidlərin forması da fərqlidir, arxitekturda fərqlidir. Yəni əslində bu mədəniyyətin və kulturun fərqli olmasının sübutudur. Klasik nümunələr gətirirəm, alışdığımız bir vərdişlər. Liftə girdiyimizdə qapıların açılıb bağlanması düyməsini məncə heç söz yazılmasa belə artıq istənilən yerdə başa düşürürsünüz, istəyir lift olsun, başqa yerdə olsun. Bu artıq algılanmış bir davranışdır. Və yaxud da yaşıl düymə hər hansı bir telefonda olduğu və yaşıl success olur. Yəni mən bunu qəbul edirəm deməkdir. Qırmızı isə rədd cavabını verir. Yəni mən bunu rədd edirəm deməkdir. Bu da algılanmış, klasik hər yerdə qavranan bir davranışdır. Və yaxud da power adı bayaq dediyim pult üzərindəki düyməni hamı axtaranda və qırmızı rəngli yuxarıda, top yuxarıda olmalıdır. Ortaya aşağı qoysan, bu yenə diqqət dağılsın. Mən buna saniyə bəlkə də itirəcəm ki, vaxtı tapım ki, bu düymə hardadır. Bu artıq, əgər mən 3 saniyədən artıq vaxt itirirəmsə, bir istədiyim nədirsə məqsədə çatmaq üçün vaxt, həmin məhsul üçün, deməli mən orada bu məhsul yararsız hesab olunur. UX UI designer, bu artdımı, incəsənətdirmi nədir? Əslində yox, heç deyil. İstifadəçi interfeysi və istifadəçi dizaynları açıq şəkildə istifadəçiyə, auditoriyaya və KPI-lara, yəni biznesin qoyduğu hədəflərə çatmağa fokuslanır. Yəni, əslində desən ki, interfeys olaraq dizayn edirik, bu artdıda, bəli, artdır. Amma yenə də sən UX-siz UI qura bilməzsin. Bu yenə də sənin keyfinə görə və yaxud da etdiyin müzakirələrə gecə gəlmiş ilhama əsasən olmur tam olaraq. Nümunə olaraq desək, burada görürsünüz, hansı sizcə daha çox UX-dir və ya UI-dir? Sağ UX-dir. Kim deyir sağ UX-dir? Kim deyir sol? Solu seçən var? Solu seçirsiniz, UX-dir. Sağ UX-dir. Okay. Bəli, əslində çoxuz düz seçdiniz. Bu klasik bir davranışdır ki, bəlkə də görürsünüz marketlərdə, ketçup alanda, ketçupun əslində bir olması buna UX deyilir. Yəni, istifadəçi experience yönümüdür. Real nümunə olaraq belə bir əslində mem də var. Görürsünüz, bəlkə də bir çox yerdə dizaynerlər arasında biz bunu əslində çox tanınmış bir memdir. Hər yerdə də istifadə edirik. Əgər UI görünüşü qəşəngdir, incədir, zərifdir, hərniyə də yox. Amma UX olaraq yararsızdır. Mən bunu belə tökəcəm və üstümə dağıda bilərəm. Yenə də istədiyim miqdarda ketçupu istifadə etməyəcəm, bəlkə də çox gələcək. Amma digər UX yönümüdür ki, hansı ki artıq orada məbləği, yəni məbləğ dərkən miqdarını əslində müəyyənləşdirə bilərəm ki, mənə nə qədər lazımdır. Halbuki kod bəlkə də görünür. Ən nümunələr olaraq desək, bad UX. Ada Universitetinin özünün bilmirəm web-saytı necədir, amma Yale Universitetinin web-saytı bir vaxtlar çox bərbad idi. Bəlkə də hələ də elədir. Ən tanınmış nümunələrdən biridir ki, bad UX deyirik. Yəni, bərbad, pis UX nümunəsi. Birincisi, Yale Universitetinin saytıdır, burada harada nə yerləşir, hansı fakultə, haradadır, necə daxil ola bilərəm, heç bir məlumatı anlamaq olmaq çox da rəngidir. Digəri Zara'nın nümunəsi bariz, mən onlar hələ də saytını sevmirəm. Çünki heç bir şeyi istədiyim qədər tapa bilmirəm, şəkillərin böyüklüyü məni narahat edir məsələn. Bu mənə görə necə? Scroll by the way çox görülür, statistik olaraq da desək. Ona görə scrollun əslində həllərini biz tapmışıq, bəzilərini UI elementlərindən istifadə edərək məntiqi olaraq tapmaq mümkündür. Good UX nümunələri hal-hazırda hansılardır desək, mənim fikrimdə ChatGPT real nümunədir və ChatGPT kimi ola biləcək digər əslində web-saytlar çox yaranmağa başlayıb. Ümumiyyətlə, ChatGPT nəsə məntiqi mənə görə Google-dan götürülür. Google nə edir? Bir interfeys gətirir, nə axtarmazsan, oraya yazırsan, o if-dur, pis yox. Sənə gətirib çıxardığını verirəm, sən özünə yormursan. Mən artıq istifadəciyə xidmət elədim. Mən orada mühəndisin düşündüyü kimi qurmadım bir sistemi. Mühəndisin düşündüyü kimi sistemi qursaydı, yararsız olacaqdı və mən bunu istifadə edə bilməyəcəkdim. Və Google məntiqini əslində ChatGPT özü də tətbiq elədi və daha da əslində interfeysi sadələşdirdə gedir. Bu mənə çox əslində çox ansadır ki, hər şeyin artıq accessible ola bilməsi üçün, rahat ola bilməsi üçün işlədilən bir vasitədir. Hətta səs mikrofon, yəni
Əlavə olunur, yaza bilməyən insanlar üçün və yaxud da ki, görmə qabiliyyəti ola biləcək insanlara çətinliyi olanlar üçün bu da accessibility mövzusu, çox başqa bir geniş mövzudur. Və yaxud da Revolut. Revolutun özü mənə görə UI üzrə mənə ən səksiyonlu bank mobil tətbiqidir. Həm interfeysi çox qəşəngdir, sadədir, minimalistdir, istədiyin hər şey rahatlıqla əldə edilir. Rənglər düzgün seçilir, kontrast düzgün təyin olunur və görünüş də xoşdur. UX təcrübələrdə istifadə mərkəzinin aldığımız rənglərə görə çox əladır. Əldə bunu istifadə edir. Mən belə Revolut'u istifadə edirəm. Yəni, xarici dildə əslində ilk 3 gün vaxtlarda istifadə etdiyim, sifariş etdiyim bankada Revolut'un özüydü. Yaxşı, bəs biraz məlumatlar aldınız, öyrəndiniz mən tərəfdən. Bu əslində biraz UX-yə girişdir. Hansı məlumatları daha yəni paylaşdığım, daha detaylı almaq istəyirsinizsə, mənim paylaşmaq istədiyim bəzi resurslar olacaq ki, onlardan yararlana bilərsiniz. Bu resurslar hər gün paylaşır, çox klassikdir. Amma çoxsu oxunur, çoxu keçir. Amma mən yenə də paylaşım, bəlkə oxumaq istəyirsiniz. Kitabların əsası Don Norman'ın kitablarıdır. Yuxarıda birinci deyirik ki, bu bizim dizaynerlərin atası Bible'ı deyirik. O kitabda Design of Everything, Everyday Things və Don't Make Me Sing də kitabını sevirəm və Hook. Hook əslində mənə görə bir çox yerdə təyin olunan bir anlayışdır. Hook deyirik, marketingdə, SMB-də də var, mobildə də var. Sən auditoriyaya çatmaq istəyirsinsə, UX olanlarda bir hook olmalı, bir diqqətin çəkəsən. O 3 saniyəyə mən bu Reels-lərdə, mən bu web-sayda, əpə niyə baxım? Orada tutduğunsa diqqəti, çünki bu dəqiqə o qədər məhsul var, o qədər scrollun yenilik ki, bir insanın diqqətini sən tutub çıxarda bilməyəcəksən, yəni ona diqqətlə baxmasını təmin edə bilməyəcəksən, sən onu bilməlisən. Və digər online resurslar var ki, Medium'dur, UX Design kollektivdir və UX planetlərdə. Burada da bir çox artikellar var, bir çox məlumatlar öyrənə bilərsiniz, araşdırınız, yəni bu şəkildə əldə edəcəksiniz məlumatlardır online şəkildə. Məndən bu qədər, amma sual... Sizə çox sağ olun, gəldiniz.